Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. İsmin hallarından bir testin izahına baxaq və bir sualın üstündə bir neçə qeydi sizin üçün deyəcəm. Deməli uşaqlar, neft sözü hansı cümlədə təsirli halda işlənib deyir? Yəni 5 variant var, 5 variantda nəsə bir şey ediləcək. Yəni bizi çaşdırmaq üçün. Biz burada neft sözünə baxacağıq. Demək 5 variantdan birində təsirli halda olacaq. Azərbaycan nefti çoxlarına dinçlik vermir. Burada Azərbaycanın nefti deyə bilirəmsə, onun nefti, öz nefti çoxlarına dinçlik vermir. Buradakı i mənsubiyyətdir. Əgər kök və mənsubiyyətdən də ibarətdirsə, kök və mənsubiyyətdən də ibarət olanda sözün halı olur adlı halda. Bu getdi. Bizə təsirlik demişdi. Neft daşlarında işləmək fədakarlıqdır. Daşları sözündəki ı mənsubiyyətdir. Onun qarşısındakı yəni olacaq. Neftin daşlarında. Müəllim, məna vermir axı. Məna verdi, vermədi. Bu neft daşları ikinci növ təyinli söz birləşməsidir. Düsturdur. Bura mənsubiyyət, bura qeyri-müəyyən yəni hal. Bu da getdi. Respublikamızdan xaricə xeyli neft daşınır. Nə daşınır? Neft. Deməli, feilin yanındakı sözə ancaq nə sualını verirsə adı haldadır. Nə və nəyi sualında verə bilsək, təsirlikdir, qeyri-müəyyən təsirlikdir. Bu da getdi. Bakı nadir neft istehsal edir. İndi dediyim qaydanı burada tətbiq edək. Bakı nə istehsal edir? Bakı nəyi istehsal edir? Hər ikisini deyə bildim. Deməli, burada neft sözü qeyri-müəyyən təsirlikdədir. Təsirli hal deyəndə hər iki formasında tapa bilərik. Müəyyən təsirlikdə, qeyri-müəyyən təsirlikdə. Cavab olur D. Təsirli hal şəkilçili söz desə, ancaq müəyyən təsirliyi tapacaq. Azərbaycanın əsas sərvəti neftdir. Burada neftdir, burada kök olacaq. Tələffüz qaydalarına özüm fikir verirəm. Yəni, səhv olanda düzəldirəm. Çünki qaydalar var da. F, T ilə bitəndə, samit gələndə orada T düşəcək. Axırdakı R da düşəcək. Neftdi deyiləcək. Azərbaycanın əsas sərvəti neftdir. Kök və xəbərlikdən ibarətdirsə, bu da olacaq adlı halda. Yəni, bu qaydaları tətbiq edərək ismin hallarını asanlıqla öyrənə bilərsiniz. Paylaşımı bəyənib yadda saxlamağı unutmayın. Səhvəyə dəstəyinizi gözləyəcəm. Hər birinizə uğurlar.